Məsələn, Amerikaya peyğəmbərin gəldiyini və yaxud Afrikaya peyğəmbərin gəldiyini tək dini literaturla yox, ədəbiyyatla yox, həm də Amma türkcə tarixçilər deyirlər ki, yox, Xəzər sözündəndir. Xızırın qədəm qoyduğu yer və yaxud Xızırın vətəni. Hə, vətəni mənasında və qərar tutuyor. Deyir Allah Quranda deyir ki, "Və-tini və-zeytun", and olsun əncirə və zeytuna. "Və-turi sinin", and olsun Turi Sina dağına. "Və hədəl bələdil əmin", and olsun əmin-amanlıq şəhərinə. o Əncirdə də yenə deyirik, ehtimal verirlər. Buddaya işarət. çox maraqlı yanaşmadır, çox. Amma bəlkə Konfutsi də həm onu hikmət sahiblərindən biri olub. Hətta onun kitabları da var deyirlər. Xoş gördük dostlar. Yeni layihəmiz olan Əslində olan layihəsi ilə yenidən qarşınızdayıq və bugünkü mövzumuz tarix və peyğəmbərlik haqqında olacaq və bugünkü qonağımız şərqşünas Ümman Əliyevdir. Xoş gəlmisiniz Ümman bəy. Xoş gördük Ziya qardaş. İlk növbədə sizə dərin təşəkkür bildirirəm ki, dəvət eləmisiniz. Allah köməyiniz olsun, Allah sizi müvəffəq eləsin. Çox sağ olun, minnətdaram. Mən də təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul edib bu layihədə iştirak edirsiniz. Mən dostlara bir şey çatdırım ki, Ümman bəylə biz ilk dəfə tanış olanda, bir-birimizi tanıyanda elə birinci mövzumuz peyğəmbərliklə bağlı olmuşdu, tarixdəki peyğəmbərlik. Və mənim də belə deyək də müəyyən dərəcədə araşdırdığım əsas məsələlərdən biridir. Mənim üçün çox maraqlı olan məsələlərdir və o gün həqiqətən dedim ki, tam da bu adam. Yəni o mənim o axtardığım adam ki var idi ha bu mövzuda həqiqətən. Yəni o düşüncələr o qədər uyğun gəlirdi ki bizdə və mən çox xoşuma gəldi və çox gözəl oldu ki bu layihəni həqiqətən biz həyata keçirməyə müvəffəq olduq. Mən istəyərdim ki birinci biz nədən başlayaq ümumiyyətlə? Buradakı bizim mövzumuz tarix və peyğəmbərlikdir. Burada iki önəmli nüansı biz əvvəlcə müəyyənləşdirməliyik. Bir, tarix nədir? İki, peyğəmbərlik nədir? Peyğəmbər nədir və ya kimdir? Bu barədə istəyərdim əvvəlcə başlayaq biz. Məlum məsələdir ki, tarix deyildikdə o belə bir şübhat ortalığa atırlar ki, peyğəmbərlər barəsində iddia rəsullər ki, tarixdə işarə yoxdur və s. Birinci olaraq tarix sözünün mənasını izah etmək ki, tarix nə deməkdir? Ərəblərin dilində tarix sözü, yəni ərəb kəlməsidir. Ərəblərdə belə bir feil var da. Ərrəxə, yuərrixu, tərixən feili gəlir. Onun da sinonimi, qarşılığı qəyyədə, yuqəyyidu, təqidən kökündəndir. Mənası qeyd etmək mənasını verir. Və məlum məsələ ki, tarixdə də, yəni tarixçilər özü iki dəstəyə bölünübdür. Yəni elə tarixçilər olub ki, doğruları yazıb, qeyd edibdir, həqiqətləri yazıbdır. Elə tarixçilər də olub ki, məsələn də ya təzyiq üzündənmi deyim, ya rüşvət məsələsi mi deyim, ya müəyyən səbəblərdən eləsi var həqiqəti ümumiyyətcə yazmayıb, qeyd eləməyibdir. Ya hökmdarın qorxusundan, ya kimisə qorxusundan, ya da yalan qeyd edibdir. Yəni bu tarixdə bu sabitdir. Bir də ki, mənbələrə də gələndə indi orada nəzər fərqli ola bilər. Məsələn, bir tarixçidir, deyə bilər ki, məsələn, mən filan mənbəni qəbulləmirəm. Məsələn, filan mənbəni mötəbər saymıram. Məsələn, həmin mənbəni başqa bir tarixçi ona əsas götürə bilər. Yəni, bir mənbəni biri mötəbər hesab edə bilər, biri qeyri-mötəbər hesab edə bilər. Ona görə də biz tarixə baxanda, yəni bütün mənbələrə baxmaq lazımdır. Fərqi yoxdur. İstər ərəb dilli mənbələr olsun, fars dilli, türk dilli, Avropa dilli. Həm də bu bir də mənbələrə neytral yanaşmaq lazımdır. Görə təəssübkeşlik olmasın və s. Təbii. Bu tarix sözünün mənasıdır ərəb dilində. Bir də peyğəmbər sözünün mənası var. Belə bir iddia irəli sürürlər ki, əgər peyğəmbərlər bütün insanlara göndərilibdirsə, iddia da budur ki, niyə Amerikaya peyğəmbər göndərilməyib, Çinə, Hindistana, Afrikaya peyğəmbər göndərilməyib. Birinci Amerika məsələsinə əgər cavab verəsi olsa, bu tarixdə sabitdir ki, 1492-ci ilə qədər Amerika qitəsi bilinmirdi. Ta ki, Xristofor Kolumb ki, Avropalı səyyahdır ki, həmin yerlərə gəmi ilə səyahət edir və oranı ömrün sonuna qədər Hindistan zənn edir. Bəli. Oranın cəmaatını Hindular adlandırır. Qərbi Hindistan. Ondan sonra Amerigo Vespucci gedir, oranı kəşf edir. Elə Amerikanın adı da Amerigo Vespucci'nin adına uyğun götürülübdür. Və olan hədəfi nə idi? Hindistana dəniz yolunu kəşf etmək. Başqa bir Avropa səyyah olur, Vasco da Gama olur ki, Afrikanın cənubu ilə hərəkət edir, Hindistana dəniz yolunu kəşf edir.
Bu tarixdə var. 1492-98-ci illərdir. Sonra Ferdinand Magellan var ki, dünyanın kürə formasını sabit edir. 15-ci əsrlərdə təxminən. 15-ci əsrə qədər Amerika qitəsi məlum deyildi. Yəni o ateistlərin iddiası ki, var, deyir Amerikaya niyə peyğəmbər gəlməyib? Adama deyirlər ki, Amerika məlum deyildi də. Yəni bunu nə tək deyirsən ki, gəlməyib. Sonradan bu kəşf olunubdur. Növbəti bir iddia var ki, məsələn, Afrikaya peyğəmbər göndərilibdir. Bu barədə bir dənə hədis var məşhur. Həzrət Əli əleyhissalamdan gələn hədisdir. Orada rivayətdə belə qeyd edir. Deyir ki, Bə'asallahu nəbiyyən əsvədə. Deyir, Allah Teala qaradərli bir peyğəmbər göndərdi, yəni Afrika cəmaatı üçün. Və ləm yəqussu aleynə qissətəhu. Allah onun qissəsini bizə danışmayıb. O da imam bu sözü ilə Quran-ı Kərimdəki ayə işarə vurur. Qafir surəsi 78. Allah Teala buyurur peyğəmbərinə ki, ya Rəsulüm, biz peyğəmbərlərin bir qismi haqqında məlumat verdik və qasasına aleyk, bir qismi haqqında ki, ləm nəqsus aleyk. O da niyə məlumat verməyib? İndi o səbəblər var. Bir mənası budur ki, xülasə edib Allah Teala. Yəni 124 minin hamısının adı, yəni ağılla, məntiqlə fikirləşəndə hamısı orada qeyd olunsaydı, Quran-ı Kərim bir ciddi kitab yox, bir 100 cilddən yuxarı kitab olacaqdı. Əhvalatını orada qeyd eləsəydilər, yazsaydılar. Allah da nə edib? Xülasə qeyd edib. Həm də kitabın bir hədəfi var da, hidayət hədəfi var. Orada şərt deyil ki, sırf tarix yazılsın. Say hesabı qeyd edirlər ki, bir 30-a yaxın peyğəmbər adı çəkilib Quran-ı Kərimdə. Bunlar məşhur peyğəmbərlərdir. Bu xülasə olubdur. Bir də sual versələr ki, məsələn, Çinə bir peyğəmbər göndərilibdimi? Quranda Allah Zülqərneyndən danışır. Hətta ərəbcəsində Kəhf surəsində deyir ki, həttə izə bələğə mətlə'əş-şəms. Gün doğan tərəfə yetişdi. Çatdı ora. Gün doğan ha tərəfdir? Çin tərəfdir. Bugünkü dünyadan götürsək Çin tərəfdir o. Gün batan istiqamət deyəndə Quranda ayə var. Həttə izə bələğə məğribəş-şəms. Gün batan istiqamət yetişdi, yəni Avropa istiqamət hərəkətlədi. Bir də İmam Sadiq Əleyhisselamdan gələn bir hədisdə var ki, yer üzündə 4 dənə hökmdar olub ki, bütün dünyanı fəth edibdilər. Bunların ikisi mömin, ikisi küfr əhli idi. Küfr əhli olanlar Babil krallarıdır. Biri Nəmruddur, bir də Buxtun Nəsirdir ki, qədim mənbələrdə bir də Naramsin deyirlər, bir də Nabukadnazar deyirlər. Biri İbrahim peyğəmbərin zamanında yaşayıbdır, biri Danyal peyğəmbərin vaxtında. İki dənəsi də mömindir. Mömin olanlardan biri Zülqərneyn əleyhissalamdır ki, dünyanı fəth edib. Bir də Süleyman peyğəmbərdir. Amma məsələn bu Zülqərneynin özünün tarixdə kim olması məsələn maraqlı mövzulardan biridir. Bəzi alimlər ixtilaf edib. Bəziləri deyib ki, Fars hökmdarıdır, 2-ci Kirdiyanar. Bəzi alimlər deyib, yox, Makedoniya İskəndərdə o zəif nəzərdir. Mən də o nəzərdəyəm, İskəndər nəzərində. İskəndərdə zəif nəzərdirlər. Çünki o bəzi mənbələrdə ona çox Allahlı deyiblər ona. Yunan şeyini olubdur. Bir qism tarixçilər, alimlər deyirlər ki, türk olubdur. Hətta Əllamə Təbətəbainin Əl-Mizan təfsirində qeyd edir ki, orada nəzərlər qeyd edir. Birinci nəzər, neçə nəzər qeyd edir. Bir nəzər bu ki, Zülqərneyn Yafəsin nəslindəndir. Yafəs də kimdir? Nuh peyğəmbərin 3 dənə oğlu olub. Biri Samdır, Hamdır, biri Yafəsdir. Yafəs türklərin, Çinlilərin, Monqol tatarların babasıdır. Nəzər də sürürlərdə deyirlər ki, türk olma ehtimalı nəzərlər var. Şəxsi fikri də bunlar, yəni ortaya qoyurlar. Bir də Zülqərneynin mənası 2 buynuz sahibi deməkdir. O da bir nəzərdə yazır orada Təbətəbağa ki, deyir onun başında bir dəbilqəsi var da, dəbilqənin 2 tərəfindən buynuz sadir olurdu. O da bir məna belə verirlər ki, yəni şərqin və qərbin hökmdarı mənasında. Bəli, hər ikisindən hökmdar. Burada bir önəmli məsələyə toxunum. Tarixdə də bu var ha, yəni bəzi alimlər deyirlər ki, onun imperiyası deyirlər Monqolistandan ta Misrə qədər böyük bir imperiya idi. Məsələn İmam Sadiq deyir ki, onun imperiyası çox böyük olub. Bütün dünyanı zəbt edib, fəth edib dünyanı. Yəni dünya deyəndə qəsd olunan, yəni təbii ki, bütün kürə deyil, yəni Amerika filan deyil də. Yox, o da gedir ki, o nəyə görə? Hədisi zahirində var ki, deyir Məlikul ərz kulliha. Bütün torpaqlara hakim idi. Yəni o da burada Amerikanın necə məsələn şey deyə bilərdi? Bir də Amerika qitəsinin şimal hissəsi Kamçatka ilə vaxtca bitişik olub. Sonradan o da Bering dənizi əmələ gəlibdir. Elə bu suyun səviyyəsi qalxıbdır, arada qırılma olub. Hansı dövrdən danışırıq? Çox qədim dövrlərə keçir. Məsələn, təxmini götürsək, Zülqərneynin tarixi eradan əvvəl 3000 və ya 2500 illik tarixə keçir.
Hətta orada deyirlər ki, ilk türk dövləti Azərbaycanda qurulub deyirlər. Urmiya gölünün sahilində Turukki krallığı deyirlər. Ararta ölkəsidir. Bəzi alimlər deyirlər ki, bu qədim türklərdir. Yəni Yafəs gəldi Azərbaycan istiqamətinə. Hətta Əli əleyhissalamdan hədis var ki, türkün babası Yafəs Azərbaycana gəldi. Araz çayı sahillərində məskən qurdu. 12 dənə şəhər salındı. Yafəs öləndən sonra onun oğlu türk hakimiyyətə gəldi. Ona Toqarma da deyirlər. Bəzi də Toqarma və ya türk hökmdar deyirlər. Mənası böyük xan mənası verər də. Yəni türk bir növ güclü, qüdrətli mənası verər. Bəzi Qaraxan da deyirlər. Qaraxanlı dövləti tarixdə ilk dövlətdir. Biri var İslam dinini qəbul Qaraxanlı dövləti, o başqadır, o bizim eradır. Bir də var qədim dövr. Eradan əvvəlki dövrlərdə Qaraxan deyirlər. Türklərdə Qaraxan böyük xan deməkdir. O bəzi alimlər deyirlər ki, Zülqərneyn olma ehtimalı var rəsullər. Bəziləri deyirlər ki, elə Zülqərneyn, Oğuz Xaqan da deyirlər. Bəzi Oğuz kəlməsini türk dilində iki buynuz mənasında şərh edirlər onu. Ki bu nəzərlər Zülqərneynin Oğuz olması. Amma bu nəzərdir, yenə deyirəm. Buna qəti biz 100% deyə bilmərik. Nəzərlər var da deyirlər. Türk hökmdar deyən var. Bəziləri ki, yox, Yunan tərəfdən deyən var. Nəzərlər var. Amma Zülqərneyn adında şəxsin tarixdə olduğu sabitdir. Mənbələrdə var. Onun da kimliyi var. Zülqərneyn adında. Hə, sırf ləqəb də gedir. Onun bir adı da bəzidə İskəndər də gedir ləqəbdə. Amma o Makedoniyalı deyil. O başqa İskəndərdir. Mən o Makedoniyalı İskəndər kimi görürəm. Yox, Aleksandr adı məşhurdur. Çox yerlərdə işlənir. Hə, təbii. O mövzuya qayıdaraq bu Amerika ilə bağlı məsələn bir şeydə xüsusi qeyd edim ki, həm də belə deyək də tarixi baxışla da müəyyənləmək mümkündür. Misal üçün Amerika yerli xalqlarının mifologiyalarında bugünkü məsələn Tövrat, İncil, Quranla çox bənzərlik təşkil edən hadisələr yer alır. Məsələn Adəmin yaradılış məsələsi çox oxşardır. Nuh tufanı çox oxşardır. Məsələn burdan da biz baxanda bu qənaətə gələ bilərik ki, əslində ora da peyğəmbər gəlib. Zaten Allah Qurani-Kərimdə deyir, biz hər qövmə peyğəmbər göndərdik və hər peyğəmbər eyni şeyi çatdırdı insanlara. Yəni fərqli bir şey çatdırmırdı. Təməl qayələr eyni idi və təməl danışılan peyğəmbərlər, təməl hadisələr eyni idi. Və burada məsələn Amerika mifologiyasında və yaxud Afrika mifologiyasında bu bənzər nüansların olması da məncə artıq burada belə deyək də peyğəmbərlərin bu toplumlara gəldiyini də göstərir tarixi olaraq baxdığımız zaman. Mən istəyirəm əsas peyğəmbərlərə giriş edək də biz hansı ki misal üçün bir də mənasını da demək lazımdır. Nə deməkdir mənası? Peyğəmbər sözü mənası izah olunmalıdır ki, o tam onu demədiniz. Mən soruşdum demədiniz amma gəlmədiniz ora. İşte mənası izah edeyim sonra keçək. Tamam. Hə, bir də o dediyinizə sözdə qüvvət olsun. Peyğəmbər sözü mənası fars sözüdür. Farsdan dinlədir. Peyğam xəbər mənasındadır. Peyğəmbər, bər şeysi xəbər gətirən mənasındadır. Bir də farslar peyğəmbərə iki dənə addan daha çox deyirlər. Bir peyğəmbər də məşhurdur, bir də binəndi kəlməsi var. Binəndi sözünün kökü farsında bina kökündəndir. Yaxşı görən mənasında. O da nə məna verir? İnsanların görə bilmədiyi şeyləri görür. Məsələn, bəsirət gözü açıq olan deməkdir. Məsələn, deyək ki, biz mələkləri, cinləri gözümüzlə görmürük. Rivayətdə də var ki, Allah gözündə pərdə çəkibdir. Amma peyğəmbərlərdə başqa cürdür. Onlar insanların görə bilmədiyi şeyləri görür. Məsələn, Quranda ayəsi var, İsa peyğəmbər deyir ki, sizin evinizdə olan şeylərdən mən xəbər verirəm. Qeyb elmindən xəbərlər verə bilir. Məsələn, deyək ki, biri məsələn sandığa pul qoyubdur, məsələn, sual verir ki, ora nə qədər pul qoyulub? Bu başqa qeyb elmidir, çünki bu sirri heç kim bilə bilməz. Bir də bina yaxşı görən, bir də müdrik mənası da var, uzaq görən mənası verir. Məsələn, keçmişdən və gələcəkdən məlumat vermək mənasında. İndi bu farsların dilində bu cürdür. Peyğəmbər və binəndi. Ərəblərdə bu nə cürdür? Ərəblərdə əsasən iki kəlmə istifadə olunur. Biri var rəsul, elçi deməkdir mənası. Risalə sözü məktub mənasındadır, yəni mesaj çatdıran mənasında. Bir də nəbi sözü var. Nəbi sözündə kök mənası var da, bir qism alimlər deyiblər ki, nəbəun kökündəndir, xəbər mənasındadır, xəbər gətirən. Bir qism alimlər ki, nəbva kökündəndir. Ali məqamlı şəxs mənası verir. Nübüvvət sözü də o kökdən gəlir. Ərəblərdə nəbidir, rəsuldur. Farslara peyğəmbər göndərilir. Məsələn, Zərdüş peyğəmbər farslara göndərilibdir. Hətta Müqəddəs Ərdəbilin kitabında belə var ki, deyir, İsmi Nəbiyihim Zərdüş. Məcusilərin peyğəmbəri Zərdüş idi, müqəddəs kitabda Avestadır deyirlər. İndi bu Farsa ki, peyğəmbər ki, gəlib, Fars buna nə ad verəcək? Öz dilinə uyğun. Təbii. Ya peyğəmbər deyəcək, ya da binəndə söz işlədəcək. İndi bu ərəbdə Farsda beləsə və türk dilində nə cürdür? Məsələn, bəzi nəqillərdə var ki, məsələn, Xızır əleyhissalam, Xızır peyğəmbər, türklərə göndərilmiş peyğəmbər sayılır.
Xızır əleyhissalamın Azərbaycana gəlməsi haqqında rivayətlər də var ki, Azərbaycanda əksərən türklər yaşayırdı. Türklər də Xızır peyğəmbər ki, bunlar görürlər, buna bir ad vermədilər öz dillərində. Nə desələr yaxşı? Yalvac. Qədim türk dilində peyğəmbərə yalvac deyirlər. Yalvac sözünün mənası ki, lüğətdəki yalvarmaq sözündəndir. Allaha yalvaran, dua etmək mənasındadır. Məsələn, bir bəla müsibət baş verəndə və yaxud yağış yağmayanda, quraqlıq olanda, sıxıntıya düşəndə gedib peyğəmbərə yalvarırlar ki, Allaha dua ilə sıxıntımız həll olsun. Bunlar peyğəmbərə yalvarır, bunu çağırırlar. Təvəssül də o mənaya gəlir, vasitə qərar verirlər. Peyğəmbər də Allaha yalvarır. Ərəbcə dua sözüdür. Türklər buna yalvaran yalvarmaq həm də dua etmə mənasındadır. İndi bu da Allaha dua eləyir, duası qəbul olur. Buna yalvac adı veriblər. İndi bir şey də var. Möcüzə məqamında da baş verir. Məsələn, deyək ki, peyğəmbər deyir ki, mən Allahın elçisiyəm. Elçi də türk sözüdür də. Məsələn, biz deyirik Muhammedun Rasulullah sallallahu aleyhi və aleyhi. Allahın elçisi. Bu elçi də türk sözüdür. Yəni, Allahdan gələn bir xəbərçi mənasındadır. İndi bu bir insan gəlib deyir ki, mən Allahın elçisiyəm. Xəbər gətirənəm peyğəmbər. Möcüzə dəlil sayılır. Bu da neynir? Allaha yalvarır, möcüzə göstərir. Niyə? Peyğəmbərin isbat olaraq. Bir də bu peyğəmbər sözünün dünya dillərində qarşılığı da var. Məsələn, mən bir dəfə internetdə o axtarışa vermişdim. Məsələn, Çinlilərin dilində məsələn elçi sözü sinşi kəlməsidir. Sinşi elçi mənasındadır. Bir də onlarda siyansi kəlməsi də var. Çin dilində öncədən xəbər verən mənasındadır. İndi adama deyərlər də, yaxşı, bu peyğəmbər gəlməyibsə bu qövmlərə, bunların dilinə necə bu sözün qarşılığı olur? Lüğət şeydir. Məsələn, ruslar prorok deyir, Avropada profet deyirlər. O da Yunan, Latın dilindən gəlmə sözləridir. Yəni, hər bir qövmə ki, peyğəmbər gələndə qövmün dilinə uyğun həmin peyğəmbərə isim qoyulur, ad verilir. Bunun özü dəlil sayılır, belə baxanda. Bu Xızırın, çox üzr istəyirəm, qeyd edəcək Xızır peyğəmbər türklərə gəlmiş peyğəmbər. Məsələn, bunun dəlilləri var. Rivayətlərdə nə cür gəlir? Məsələn, Əllamə Təbətəbainin Əl-Mizan təfsirində də var, mənbələrdə belə var ki, bir də Təfsirül Əyyaşi təfsirində də var o. Ki, böyük alimlərdən də kitabda yazır ki, rivayətdə gəlir ki, deyir, Allah Musa peyğəmbərə vəhiy elədi ki, ey Musa, bir alim var, onun görüşünə get. Ki, rivayətdə var, İmam Sadiqin hədisində var. Ərəbcədə qeyd edir ki, deyir, xərəcə bi Ədərbəycan. Rivayətdə açıq aşağı. Buranda keçən hadisədə Musa və alim qolunun əhvalatı. Surəsinin təfsirində. Bəli. Xərəcə bi Ədərbəycan. Misirdən xaric olur. Azərbaycan istiqamət və hərəkət edir. Rivayətdə də bu var. Əllamə Təbətəbainin Əl-Mizanında belə var. Sonra Təfsirül Əyyaşi kitabında var. Əslində Kəhf surəsinin təfsiri. Yəni Xızırı Azərbaycana aid edirlər ki, Musa Azərbaycana getsin. Hətta Türkiyəli tarixçilərin belə bir nəzəri var. Türkiyəli tarixçilər deyirlər ki, Azərbaycan sözü əslində Xəzərbaycan deməkdir. X hərfi düşübdür. Bir də bəzi dillərdə X bəzən H kimi tələffüz olunur. Azərbaycan deyirlər. O H hərfi düşüb olub Azərbaycan olmasında. O da nə məna verir? Baycan, bayqan mənasındadır. Farsların dilində bir növ yurd, el-oba mənasındadır. Bəli. Bəzidir Azərbaycan odlar yurdu. Azər od, atəş deməkdir. Amma türkcə tarixçilər deyirlər ki, yox, Xəzər sözündəndir. Xızırın qədəm qoyduğu yer və yaxud Xızırın vətəni. Vətəni mənasında qərar tutur. İndi İmam Sadiq Əleyhisselamın rivayətində gəlir ki, Musa xaric oldu, yəni Misirdən xaric oldu Azərbaycan istiqamətinə. Bir də burada lüğətdə bir oxşarlıq da var. Məsələn, dənizin adı Xəzər dənizidir. Çox oxşayır. Bir qism alimlər deyiblər ki, Xəzər elə Xızır dənizi deməkdir. Məsələn, Beşbarmaq dağı var, ora Cəbəlül Xızır deyirlər. Xızır dağı deyirlər. Hətta Şirvan ərazisində görüşməyə var. Bir də Əllamə Təbətəbai kitabda gətirir. Əhl-i-Sünnə alimi Qurtubinin təfsirində var. Deyir, görüşdükləri yer deyir, Əl-Kur və Ər-Rəs. Ərəbcəsində deyir, Kürlə arazın birləşib Yəsubbən iləl-Bəhr. Dənizə töküldüyü yerdir. Həmin o məntəqə, Şirvan ərazisində görüşüb deyirlər. Hətta Quranda onun ayəsi də var ki, uşaq məsələsidir, divar məsələsidir. Quranda kəfsuzluq geniş bəyan olunur. Bir də orada Məcməul Bəhreyn kəlməsi var. İki dənizin qovuşduğu yer. Bir qism alimlər deyirlər, tarixçilər ki, Bakı ilə Türkmənistan arasındakı quru yol olub vaxtıkən, neçə 100 il bundan qabaq. İki dənə dəniz olub burada. Oğuz-Hun dənizi, Quzğun dənizi deyirlər. Dənizin səviyyəsi qalxıb, iki dəniz birləşib. Bu versiya tarixi olaraq var. Tarixdə var, bəli. Nəzərlər var ki, Xəzər dənizinin orta hissəsi əvvəl quru sahəsi olub. Sonradan suyun səviyyəsi qalxıb,
O quru hissə itibdir orada. Yəni o iki dəniz deyiləndə qəsd olunan budur. Bir yəni, nəzər odur. Bəzi alimlər deyiblər ki, yox, Məcmuəl Bəhreynin Məcmuəl Nəhreyn mənası da var. Çünki bəhrin çay mənası da var. İki çayın birləşdiyi yer. Kür və Araz da deyiblər. Bu daha ağla batan versiyadanmı? Bir də şey də var ki, ümumi ixtilaf düzdür. Çay, dəniz söhbəti var. İttifaq olunan məsələdə Şirvan arasında görüşüblər. Bu civarda Şirvan arasında görüşürlər. Hətta Şirvan sözü... Ya bu hədislərin gəldiyi qənaətdir. Hədislərdir. Düzdür, tarix bayaq qeydiyyat mənası da var. İndi bəzi adamlar deyəcək ki, mən bunu mötəbər hesab eləmirəm. Özü ixtiyar sahibidir. Məsələn, biz deyəcək ki, qatığın rəngi ağdır, biri deyəcək, yox, qaradır. O da bəhs yersizdir. Sonra Əli əleyhissalamın hədisləri var o barəsində. Əli əleyhissalamın Xızır əleyhissalamla görüşməsi var. Azərbaycana gəlmək üçün nəqillər var. Bir qism rivayətlər deyir ki, möcüzə yolu ilə gəlməsi var. Teyülərlə yəni. Bir nəzər də var ki, yox elə teyülər məsələsi də var. Bir də belə ki, hakimiyyətdir də, yəni imamdır. İstəyər at vasitəsi harasa gələ bilər də. Özü xəlifədir, yəni dövlət başçısıdır. Xəzər dənizi Xızır dənizi deyirlər. Urmiya gölü də maraqlı bir göldür. Məsələn, Şeyx Səduqun, ki Allah rəhmət eləsin, İləlü Şərai kitabında hədis var. Şamlı bir kişi olur. Şamdan, yəni Dəməşqdən gəlir Kufəyə, İmam Əliyə suallar verir. Deyir, ya Əmrəl-Müminin, deyir, o hansı peyğəmbərlər ki, onun 2 dənə adı var, məşhur. İmam Əli orada 5 dənəsini qeyd edir. Müxtəsərdir də, yəni ki, xülasə qeyd edir. Deyir, biri Yuşa peyğəmbər ki, Quranda Zülkifildir. Kəfalət sahibi. Biri Yunus peyğəmbərdir, Zünnun, balıq sahibi. Biri deyir İsa peyğəmbərdir, İsa Məsih deyirlər, İsa 2 dənə adı var. Məsih, məs edən mənasında, şifa verən. Sonra bir peyğəmbərimizin adıdır, Muhammed və Əhməd sallallahu aleyhi və səlləm. Xızıra çatanda deyir ki, İrmiyad. İrmiya. Mənbələrdə var. Ona Ərmiya da deyirlər, Urmiya da deyirlər, İrmiya da deyirlər. Çox maraqlı. Fəthə, zəmmə, kəsrə fəsləsi var da. Yəni o incə bir şeydir. İrmiya məsələsidir. Baxırsan ki, Urmiya gölüdür, İrmiya gölüdür. Xəzər dənizi, yəni lüğət çox yaxındır bir-birinə. Və rivayətləri də cəm eləyəndə məsələn Musanın Azərbaycana gəlməyi var. Bir də burada bir maraqlı bir məsələ də var ki, məsələn, İsrail müqəddəs torpaq qeyd olunur. Orada peyğəmbərlərin gəlib getdiyi bir yerdir. Fələstin deyirlər. İsrail sözünün mənası Yaqub peyğəmbərin ləqəbidir. Mənbələrdə bu var. İbrani dilində Allahın xalis qulu deməkdir. Peyğəmbərlərin get-gəlləri var. İndi maraqlı bir məsələ var ki, Yəhudilərin nəzərində Azərbaycan da mühüm bir ərazi sayılır. Məsələn, bunların burada Qubada bunların qırmızı məhəllə deyirlər. Qubada bunların şeyi var. Sonra Azərbaycana gəliş-gedişlərində bir ehtimal olaraq deyirəm bunu. Yəni qəti demirəm. Bəlkə ola bilər ki, orada Musa peyğəmbərin də nəsə bir şeyi var orada ki, gəlib bu peyğəmbər bunlara qədəm qoyubdu bu yerlərə. Bəli. Sonrakı dövrlərdə rivayətlərdən artıq onların nəzərində Azərbaycan da xüsusi bir ərazi kimi qaldı. Aydın. Qeyd olunur. Bir də bu tarixlə də sabit olur da. Deməli Musa adında peyğəmbər olub ki, gəlib də bu ərazilərə. Xızırla Musanın görüşü məsələsi var. İndi Musa söhbətinə gələcəm mən. Bundan əvvəl bir nüansa toxunmaq istəyirəm. Çox maraqlı gəldi mənə. Dediniz fars dilində peyğəmbərin həm də müdrik mənası var. Binəndi formasında, müdrik mənası var. Çox maraqlıdır ki, bu nüansda, bu situasiyada biz bunu Yunanistanla da hardasa müəyyən qədər əlaqələndirmək olar. Nəyi əlaqələndirmək istəyirəm mən burada? Yunanistanın ən məşhur şeyi, birisi də peyğəmbərlər ancaq öz dövrlərində ən məşhur olan möcüzələrlə gəlirdilər. Misal üçün Həzrət İsa'nın vaxtında, Allahın salamı olsun ona, tibb məşhur idi. Həzrət İsa tibbi möcüzələrlə gəlmişdi. Loğman əleyhissalam məsələsi, Loğman həkim deyirlər. Həzrət Musa Allahın salamı olsun ona, məsələn, sehirbazlıq möcüzələri ilə gəlmişdi. Həzrət Muhammed Allahın salamı olsun, şeiriyyat möcüzəsi ilə gəlmişdi. Yəni hansı məşhur idisə, burada indi çox maraqlı bir şey var ki, Yunanlarda da filosof sözü çox məşhurdur. Filosof nə deməkdir? Müdriklüyü sevən. İndi burada önəmli olan nədir ki, bəzən bu Sofiya sözü var. Bəli. Hikmət və müdriklük də oxşar mənalardır. Burada çox maraqlı bir şey var ki, burada filo və Sofiya sözləri var. Bu Sofiya əslində hikmət mənasında. Bu indi hikmət mənasındadır, amma hansı hikmət? Bu çox önəmli məsələdir. Bu bizim başa düşdüyümüz məsələn bir ağsaqqal hikmətindən mi gedir söhbət? Ya nədir? Elmar Hüseyn var, bizim dəyərli fəlsəfəşünasımızda baş dövlətin. Onun fəlsəfə ilə bağlı bir kitabı var, teologiya fəlsəfəsi ilə bağlı. Orada onun çox maraqlı bir araşdırması çıxdı qarşıma. Orada Sofiyanı sırf
ilahi bilgi, ilahi hikmətlə əlaqələndirir və burada qeyd edilir ki, əslində Yunanlar bu düşüncədədir ki, biz ilahi hikməti tam bilə bilməsək də biz onu sevə bilərik. Yəni ilahi hikmət. Burada nə maraqlı gəlir mənə? Bu ola bilərmi ki, Yunan filosofları ya bir peyğəmbərdən bəhrələniblər, ona görə özlərinə hikməti sevən, müdriki sevən adını qoyublar. Ya da ola bilərmi ki, onların içindən bir peyğəmbər olar. Mənim nəzərim peyğəmbər olmasınadır, amma bəhrələnmələri də sanki bir peyğəmbərdən. Sözünüzə qüvvət kimi nəyə gətirə bilərəm? Bax, Sofiya Yunan sözüdür. Bəli. Bizə desələr ki, bu Yunan kəlməsini ərəbə perevod eləyək, yəni tərcümə eləyək. Hikmət, ərəbcə hikmət. Bəli. Quranda ayə var. Və ətəynə Luqmanəl hikmə. Biz Loğmana hikmət bəxş elədik. İmam Musa Kazım əleyhissalamın hədisi var. Kafi kitabında təfsirdə deyir ki, Şeyx Kuleyni gətir, Allah rəhmət eləsin. Deyir, əl-hikmə, yəni əl-əql vəl-fəhm. Ağıl və başa düşmək. Məntiq də ondan əlaqəlidir. Məntiq də ağıl mənasındadır. İndi Loğmana Allah hikmət bəxş eləyibdir. Şeyx Abbas Qummi ki, Allah rəhmət eləsin, ona böyük alimlərimizdəndir. Bu məşhur Məfatihul Cinan kitabının sahibidir. Onun bir başqa bir kitabı var. Əl-Küna vəl-Əlqab. Künyələr və ləqəblər kitabı. Orada belə bir şey yazır ərəb dilində. Deyir, və qilə. Belə rivayət olunur ki, deyir, Aristotelin ustadı Sokrat olub. Sokratın ustadı Boqratdır. Boqratın ustadı Cəmasibdir. Cəmasib İran mütəfəkkiridir. Yəni Yunanlılar İranlılardan, Əhəməni imperatorluğundan, yəni bir əlaqə var da, zəncir var ki, bəhrələniblər. Cəmasibin ustadı barədə orada məsələn Quştasp deyir. Quştasbdır. Onun da ustadı gəlir sonra Loğmana. Loğmanın da kimliyi barəsində hədisdə keçir. Qilə deyir, rivayət kimi qeyd edir ki, rivayət edirlər. İmam Əleyhisselamdan soruşublar ki, Loğman kimdir? Əleyhisselam deyib ki, Loğmanul Hakim, hikmət sahibi olan Loğman, kənə abdən həbəşiyən. O deyir, Həbəşistanlı qul idi. Həbəşistan da haradır? Efiopiya, Afrika tərəfdən. Deyirlər ki, Loğman Əleyhisselam zənci olub, qaradərli olub, sima cəhətdən o qədər gözəl olmayıbdır. Əllamə Məhəccir Rəhmətullah Bihar Lənvarda hədis gətirir. Deyir, Loğmana gəlib deyiblər ki, mə əqbəh vəçik, sənin necə də çox çirkin bir üzün var deyiblər buna. Loğman Əleyhisselam ona belə deyib. Deyir, həl təibə alə nəqş əv alə failin nəqş. Deyir, nəqşi lağa qoyursan, yoxsa nəqqaşı. Nəqqaş Allahdır, nəqş də sifətdir də. Simada gözəl olmayıbdır, amma batini gözəl olub. Allah ona ağıl, hikmət veribdir. Sonra mərifət də verib. Bəzi hədisdə var ki, hikmətin irfan mənası var. Mərifət veribdir. Allahı tanımaq mənası verib. Zamanı barədə deyirlər ki, Davud peyğəmbər zamanında yaşayıb, Həzrət Davud. Yəni bu filosofların bir növ ən baş ustadı kimi. Ustadlarının ustadı gəlir sökənir Loğman əleyhissalama. Bir də ümumi elmlərin ustadı peyğəmbərlərə sökənir. Məsələn, İdris peyğəmbərin ləqəbi ki, məsələn, Yunan mədəniyyətində Hermes ki deyirlər. Çox maraqlıdır. Yunan filosofları hamısı özlərinə demirlər ki, ustad kimi Hermesin adını çəkirlər. Bu da Misirdə Hermes. Hermes də Yunan mədəniyyətində Hermesdir. Misir mədəniyyətində Osiris deyirlər. Təbiət tanrısı İdris peyğəmbərdir. Yəni bunun İdris olma ehtimalı var. Məsələn, Şeyx Məsudinin İsbatül Vəsiyə kitabında da deyir ki, Hermes İdris əleyhissalamda. İdris sözün mənası çoxlu dərs deyən deməkdir. Dərs deyir. Əsl adı Hanok deyirlər, Uxnuq da deyirlər, peyğəmbər olub. Adəm əleyhissalamın nəslindən gələnlərdən sayılır. Şisin törəmələrindən əleyhissalam. Dərs deyən olubdur. Nə qədər elmlər ondan gəlir. Bu ilahi vəhy ilə elmləri çatdırır. Belə deyək də, Misirlilər bir şəxsi sonradan ilahlaşdırırlar, tanrı səviyyəsinə qaldırırlar. Məsələn, Misirdə təbiət tanrısı deyirlər. Məsələn, İsa peyğəmbəri nətər ilahiləşdirirlər? Allahın oğlu dedilər. Ya Hindistan mədəniyyətində brahmanizm deyirlər. Həzrət İbrahim. Brahma Abrahamdır. Ona tanrı deyirlər. Bir də var tanrıça. Qadın tanrı deyəndə Sarashvita deyirlər. Sarashvita kimdir? İshaq peyğəmbərin anasıdır. Eynən. Və o Brahmanın həyat yoldaşıdır Hind mifologiyasına görə, Upanishadlara görə. Bəli. Orada çox maraqlı bir şeydir ki, mən onu ilk dəfə bu nəqillərə biz baxanda görürsən, tarixdə bunun işarələri var. Bu durduq yerə bəzilər ki, bu uydurma deyil də, bu hamısı əsası var bunun. Məsələn, mən bu Hind mifologiyasını oxuyanda qarşıma çox maraqlı bir şey çıxdı ki, əvvəlki Yunan mifologiyaları Vedalardan gəlir. İkinci Hind mifologiyaları, Yunan dedim deyəsən səhvən. Hind mifologiyaları əvvəl Vedalardan gəlir. İkinci
Hind mifologiyaları gəlir. Upanishadlardan gəlir ikinci. Və mən Vedalarla Upanishadları yan-yana qoyanda burada bir uçurum fərq gördüm, bir U dönüşü. Məsələ nədir bilirsiniz? Vedalarda təbiəti tanrı sayan bir toplumdan toplum çıxır qarşımıza bizim. Günəş Allahdır, səma Allahdır, bulud Allahdır, yağış Allahdır, təbiət tanrıdır. Amma Upanishadlarda anidən qarşımıza bir tövhid, tək Allahlılıq çıxır, tək Allahlılıq. Və bu tək Allahlılığın başında dayanan şəxs Brahmadır. Və Brahman da sanskrit dilində necə yazılır? B, R, H, M, sanskrit dildə sayısız dildə. Eynən ərəb və İbrani dilində Abraham, İbrahim necə yazılırsa, sadəcə əvvəlində bir dənə əlif var. Brahma eynən bu cür yazılır və həyat yoldaşının adı eynən Sara olması və sonra oradakı çayın adının da əvvəl Sara, məsələn bir çay var orada, həmin ərazidə. Əvvəl adı Sara çayı olub. İndi səhv eləməmsə Haqqardır çayın adı. Yazılışda Haccar kimi də oxunur bu, Haqqar kimi də oxunur. Çox maraqlıdır ki, burada da xanım Həcərədən o vurğu ola bilər bu çayda. Tam bu İsmail peyğəmbər anasıdır. Hə, bu tarixi məsələlər həqiqətən çox düşündürücüdür ki, tarixdə bu cür nüanslarla biz qarşılaşa bilirik. Və bir də məsələn İbrahimdən danışmışkən məsələn ən məşhur haqqında çox danışırıq, amma bizə irad tuturlar ki, danışırsınız amma bu tarixdə yoxdur axı. Hanı çıxardan qoyun görək. Məşhur dəlildir. Həzrəti Musa məsələn. Musa haqqında biz nə deyə bilərik? Musanın tarixdən necə çıxarda bilərik? İbrahimdən başlayaq ki, bütün dinlərin millətdən atası deyirlər. Hətta bəzi də Abraham sözü millətlərin atası mənasında, peyğəmbərlərin babası mənasında gətirir. Abun kəlməsi var, ata mənasında deyirlər. Məsələn, İbrahim əleyhissalamın qəbri barədə sual versələr, tarixdə yoxdur deyirlər. Qəbri hardadır? Fələstinin Əl-Xəlil şəhərində. Xəlilullah İbrahim əleyhissalamın ləqəbidir. Allahın dostu. Bu versiyadır da, dəqiq deyil. Əl-Xəlildə məşhurdur. Hebron şəhəri deyirlər. Ora yəhudilər, oranı yəhudilər, xristianlar və müsəlmanlar da ziyarət edir. Bu məşhurdur. Orada 4 peyğəmbər qəbri var. İbrahim əleyhissalam, İshaq peyğəmbər, Yaqub, İsrail. Onun ləqəbidir, Allahın xalis qulu. Bir də var Yusuf. 4-ü orada dəfn olunub, bir də xanım Sara da orada dəfn olunub. Xanım Sara 5 nəfər orada dəfn olunub. Yer məşhurdur, şöhrət tapıb. Bir də tarixdə əqli bir dəlil var. Şöhrət dəlil sayılır. Məsələn, bir şəxs orada dəfn ediblər. Bunu bir nəfər desə, yalan ehtimalı var. 2 nəfər desə, yalan ehtimalı var. Bunu bütün millət, camiyə demiş olsa, bu iddiada da hamısı. Bu artıq, bunu sən inkar eləmirsən. Mütəvatir nə deməkdir? İnkar olunmayacaq ziyarət. Bəli. Şəhərin adı Əl-Xəlil. Məsələn, Makedoniyalı İskəndərdən ki, söhbət düşdü. Tarixdə məşhurdur. Hansı bir adam deyə bilər ki, Makedoniya İskəndər nağıldır, mifologiyadır. Yox. Qəbri harda olsa yaşdır. Misirin İskəndəriyyə şəhərində. Şəhərin adına bax, İskəndəriyyə. Orada dəfn olunur. Bəli. Əlaqəyə baxın. Makedoniya İskəndər tarixdə məşhurdur. Bu var. Makedoniya krallığı olub. Və bastırıldığı yerin adı İskəndəriyyə. İskəndəriyyə. Bəli. İbrahim əleyhissalam ki, da Hindistan mədəniyyəti mühafizə edir. Hər yerdə qarşımıza. Hər cür. Qəbri hardadır? Əl-Xəlil. Əl-Xəlil ləqəbi ilə. Hətta Şeyx Abbas Qummi rəhmətli onun qəbrini Məfatü Cinanda qeyd edir və orada deyir ki, məşhurdur. Yəni şöhrət tapıbsa, tarixdə məşhurdursa, sən bunu deyirsən, mən inkar edirəm. Elə bir durur bizə mən Makedoniya İskəndər inkar edirəm. Yuli Sezarı inkar edirəm. Konfutsini inkar edirəm. Tamam deyir ki, sən məşhur nədən inkar edirsən? Elə bir deyir ki, qatığı rəngi qaradır deyir. Çox maraqlıdır ki, məsələn Yuri Sezar var. Məsələn insanlar Yuri Sezara bir tarixi şəxsiyyət kimi baxırlar və bir mifologiyadan nağıl. Amma çox maraqlıdır ki, Yuri Sezar haqqında ən yaxın tarixi mənbə Sezardan 100 il sonraya aid. Yəni Sezar dövründə, hətta Həzrət İsa'nın Allahın salamı olsun vaxtında Həzrət İsa haqqında var tarixi dəlillər, amma Sezarın ölümündən 100 il sonra da artıq ki, yəni 100 il sonra yazıblar ki, Sezar adında bir adam var idi. Amma insanlar Sezara tarixi reallıq kimi baxır. Amma məsələn Həzrət İsa ki, dövründə tarixi dəlil var, buna mifologiya. Təqvimimiz belə onu təqvim edir. Milad təqvimidir. Milad doğum deməkdir. İsa'nın doğum tarixidir. Deməli bu sabit olub. Bir də ixtilaf, orada bir məsələ də var. Biri var şəxsin tarixdə mövcudluğu. Bir də var onun peyğəmbər olub olmaması. İsa'nı danmırlar. Bugün sabah ateist olsun, agnostik olsun, deist olsun. Desə ki, İsa var, deyəcək, bəli, İsa var. Hə, peyğəmbərini qəbul edirəm, o ayrı bir mövzudur. Məsələn, onlar deyirlər ki, mən inanmıram ki, İsa atası dünyaya gələr. Necə ola bilər bu? Hə, bu artıq elmi mövzulardır. Biz deyək ki, möcüzə yolla dünyaya gəlir. Allah iradə edib, atası yaradıbdır. Bu ayrı bir mövzu, iman məsələsidir. Amma şəxsin özü mövzusunu bəli var.
Muhammed Şəxs peyğəmbər olaraq mövzusu 100 var. var, Hə. 100 var. Məsələn, Davud peyğəmbəri ki, araşdırıblar alimlər, Qüdsdə bunun məzarı var. Orada kitabə məsələsi var. Araşdırırlar, yazırlar ki, Kral David. Bəli, bəli, bəli. Oğlu da Solomon yazırlar. İndi bu peyğəmbər deyil, peyğəmbər deyil, bu başqa O mövzudur, ikinci amma mövzudur. tarixdə var. Amma bir ara iddia edirdilər, dedilər ki, yox tarixdə. Biri var Hə, küfrü hə, sürətlə bəli, kəlməyə qalxdılar ki, Yox, yoxdur. Hə. bunu iddia edən insanlar hətta Həzrət Muhammed haqqında da Allahın salamı olsun ona. Onu da inkar edənlər var. Onu da qaldırırlar ki, yoxdur elə O buradan. qədər dəhşətli bir iddiadır ki, bu. Yəni adamın Bizansla məktubları var bu günə qədər də, yəni muzeydə. Bu o qədər sabitdir və bunu inkar edən insan hər şeyi inkar eləyər. Cahillikdir də. Eynən bir şey də vurğulayım. Çox maraqlı yerə gəldi. Bir Hunsa ilə bağlı sual verdim, ona qayıtmaq istəyirəm. Bu sualı yekunlaşdıram. Bəzi peyğəmbərlər var ki, onların adları var. Amma peyğəmbər olub olmamaları artıq şəxslərin özünə qalır. Amma məsələn bəzi şəxslər də var ki, bunların peyğəmbəri möcüzələri var tarixdə qeyd olunub, amma adları yoxdur. Məsələn Həzrəti Musa, həqiqətən Musanın Tövrat və Quranda qeyd olunan möcüzələr ki var, çərkə yağması, qurbağa yağması, Nilin qırmızı axması, aclıq, səfalət filan, bunlar hamısı Misir tabletlərində var. Hadisələr hamısı qeyd olunub, amma adı yoxdur. Adı yoxdur. Bir də bu rivayətlərdə sabitdir. Peyğəmbərin bir dənə adı olmur. Məsələn, Cəlal Şəngörün bir videoların birində Mesopotamiyadan danışır. Deyir, George Smith adında İngilis bir alim olub, arxeoloqdur, nəsə təhsil. Deyib araşdırıb, deyir, orada Mesopotamiya mifologiyası deyir ona. Nağıl deyirlər. Orada 3 nəfərin adı çəkilir orada. Üçü də gəmi düzəldib. Utnapiştim deyirlər, Ziyusudra deyirlər, bir də Atra Aziz deyirlər. Amma eyni adamdır. Eyni adamdır. İndi burada nə başa düşülür? Deməli, Peyğəmbərin bir dənə adı olmur. Neçə adı var? Bəli. İmam Sadiq əleyhissalama sual verdilər ki, Nuh'a niyə Nuh deyiblər? Deyir, Nuh'a deyib ağladığı üçün. 3 dənə ad qeyd edir orada. Əbdülğəffar, Əbdülməlik və Əbdülə'la. Üçün nəməsi Abdullah deməkdir. Bəli. İndi bu Atra Aziz ki deyirlər, bəzi mənbələrdə. Alimlər deyirlər ki, qədim Mesopotamiya dilində Atra sözü qul mənasını verir. Aziz Allahın adlarından sayılır. Əbdül Əziz formasında, Allahın qulu mənasında. Bəli. Bütün peyğəmbərlərdə Abdullah sifəti var. İndi Musaya gəlirik. Musanın adı nədir? İmam Sadiq Əleyhisselamın bir hədisində gəlir ki, Musa qədim Qibti dilində, İngilis dilində Misrə Egipt deyirlər. Egipt dilində mu su deməkdir, sa ağac deməkdir. Bəzən də s hərfi ş ilə əvəz olunur. Moşa deyirlər. Bəli. Ərəblərdə İbrani dilində də oxşar mənada. Ərəb dilində suya ma deyirlər, ağaca şəcər deyirlər. Moşə və maşə deyirlər. Bu kimdir bu? Maşa formasında olsun. Moşe və Musa, Moses deyirlər. Kökü eyni, sına şını söhbəti var. Oradan belə başa düşürük ki, demək belə bir adam olubdur. Sadəcə adları müxtəlifdir. Məsələn, Musa isə bir adı Kəlimdir. Allahla danışan. Bir adı Kəlimdir. Bir nəqildə var Münəccada deyirlər ona, nicat tapan. O Nil söhbəti var, Nil məsələsi. Orada nicat tapdılar məsələsi var. Yəni peyğəmbərin bir dənə adı olmur. Məsələn, bizim öz peyğəmbərimiz sallallahu əleyhi və səlləm neçə adı var? Məsələn, hədisdə var, deyir, Tövratda adım Əhiyyətdir, Zəburda Mahidir, İncildə Əhməddir, Quranda Məhəmməddir. Ya Əli əleyhissalamın adı məsələn, deyir, Tövratda Biryadır, Beriya. Zəburda İryadır, Eriyadır, R-la Eriya. İncildə İlyadır. Quran-ı Kərimdə gələndə bir nəqildə var ki, məsələn, işarələrlə gəlir. Məsələn, Quranda Məryəm surəsində gəlir. Lisan-ı sidqin Aliyya. Ki, Aliyya ucan bir məqam şeylədir. Təfsirlə onu sabit edirlər. Düzdür, onu inkar edən də ola bilər. Deyər ki, yox orada. Təbii, o biraz artıq şeydir, ayrı bir təfsir məsələsində. İşarələr var. Adlarda məsələn peyğəmbərin bir adı Müqəffadır. Müqəffa mənbələrdə var. Bir adı Yasindir, bir adı Tahadır. Bu nə məna verir bu? Deməli peyğəmbərin Əsmaun Nəbi deyirlər. Neçə dənə bunun adları və ləqəbləri var. Hətta ləqəblər də isimlərdən hesab olunur. İndi bu Musa əleyhissalamdır. Gedib mənbələri araşdırırlar. İmenli Musa adını axtarırlar. Sən niyə İmenli Musanı axtarırsan? Başqa adını axtar da, Kəlim adını axtar. Və yaxud bəzi tarixçilər deyirlər bunu. Misirlərin öz qoyduğu ad da ola bilər. Misirlərin öz qoyduğu adı. Bu biz ərəbdir ona Kəlim deyirik. Həzrəti Musanı çaydan tapmışdılar da və övladlığa götürmüşdülər. Su ağac deməkdir. O da nə məna verir? Firon onu su ilə ağacın arasında tapıb, Nil çayının sahilində. İndi burada məsələ budur ki, bunu övladlığa götürmüşdülər.
Və bunu ola bilər ki, övladlığa Özü götürəndə bir ad qoysunlar da buna. Yəni bu mümkündür və bu Qibti dilində bir də çox önəmli bir nüans var, onu da vurğulayaq. Başqa bir ad qoysunlar buna. Hə, Misirlə bağlı çox maraqlı bir şey də var ki, Moses adı Həzrəti Musanın adı var. Qibti dilində, qədim Misir dilində Mosesin özü oğul deməkdir. Bir mənası Məsələn, var, bəli. oğul mənası Məsələn, verir. şey var, məşhur Misir fironları var, Tutmos. Nə demək? Tutmoses yazılır da, bu Tutun oğlu. Və ya da Ramzes var, məşhur Ra'nın firon. oğlu deməkdir. Ramosesdir də, adı bizim dildə Ramzes kimi oxunur. Ramoses, yəni Ra'nın oğlu. Belə bir versiya da var ki, Həzrət Musanı ki çaydan tapmışdılar. Artıq onun belə valideynləri bilinmirdi, övladlığa götürülmüşdü. Bir versiya budur ki, buna görə ona sadəcə Moses deyirdilər, oğul. Yəni atası ilə xitab eləyə bilmirdilər. Bir versiya da budur ki, Həzrət Musa tövhid inancında idi. Misir tanrılarına inanmırdı. Ona görə onu Misir tanrılarına şey eləmirdilər, əlaqələndirmirdilər. Məsələn, hansısa tanrının oğlu. Ona görə birbaşa Moses deyirdilər ona. Bu versiyada var ki, bu da ağla batan versiyadır əslində. Yəni burada Musa adının olmaması çox başa düşüləndir. Çünki Musa ləqəbdir, ad deyil. Və mən inanıram ki, Misirdə Qibtilər özlərinə uyğun ad qoyublar ona. Misal üçün Akhenaton, misal üçün deyirəm. Yəni bu cür bir ad qoyublar. Hər hansı bir Qibti adı qoyublar və ola bilər ki, bu ad var tarixdə. Sadəcə olaraq biz onun Musa olduğunu dəqiq bilmirik. Yəni ümumi bu ad Musadır yoxsa yox. Adlar da var. Məsələn, İbrahim Əleyhisselam adı Xəlildir. Bəli. İbrahim hara, Xəlil hara. Tam fərqi var. İndi bu Bu adlara ləqəb kimi verilir baxılmalı. də, Ləqəb. Yəni bir dənə peyğəmbərlərdən. adı olmur, çox adları var. Bir də orada bir şey də var. Misir tarixində əslində iki peyğəmbər daha çox üzə deyir. Biri Yusuf əleyhissalamdır, bir də Musa peyğəmbər. İndi şəcərəyə baxırıq. Yusuf əleyhissalam kimin oldu? Yaqubun oldu. Bəli. Yaqubun ləqəbi İsraildir. Və çox maraqlıdır ki, Nil çayından Fərat çayı arasında müqəddəs torpaq deyirlər bu yerə. Bəli. İndi Filəstin deyirlər, İsrail. Yəni Yaqub peyğəmbərin olduğu yer. Nil çayından Fəratın arası. Bəli. Yusuf əleyhissalam Misirin padşahı olub. Ki bir ara o qul bazarından şeylərdən sonra gəldi, padşah oldu. Sonra onun ölümü var. Tarixdə deyirlər ki, o Nil çayının sahilində dəfn olunub deyirlər. Ondan sonraki məsələn Musa əleyhissalamın şəcərəsinə baxın. Musa əleyhissalam Yaqub peyğəmbərin digər oğlanı Lavinin nəslindəndir. Lavi kimdir? Yusuf əleyhissalamın qardaşıdır. Yusuf əleyhissalam Musa peyğəmbərin ulu babası olan Lavinin qardaşı sayılır. Yəni nəticədə o da onun əmsi elə ona da baba deyirlər də, əmsi. Bəli. Rivayətdə nə cür gəlir? Deyir Allah Taala deyir Musa əleyhissalama vəhy elədi ki, indi bu inanan inanmayan da özü bilər də. Rivayətdə İmam Sadiq hədisidir bu. Təbii. Deyir Allah Musa əleyhissalama əmr elədi ki, deyir Nil çayının sahilindən deyir Yusufun cənazəsini oradan çıxartsın, aparsın Fələstinə. O da niyə görə onu oradan çıxardır? Neçə cür ehtimal ola bilər orada? Birinci ehtimal bu ki, Allahın hikmət qanunudur. Allah deyib belə elə. Bir də bir məsələ də ola bilər. Düşmənlərdən qorxu. Peyğəmbər dəfn olunub. Bəli. Əgər o məntəqədə möminlərin sayı azalarsa, kafirlərin sayı çoxalarsa, qəbrə ehtiramsızlıq eləyə bilərlər. Bəli. Biz bunu Misir tarixində Exnatunda da gördük. Allah da ona vəhy eləyir ki, ey Musa, icazəsilə də Allahın əmridir. Bəli. Onun cənazəsini oradan çıxart, Nil çayının sahilindədir. Paytaxtda məndən Memfis şəhəri olmalıdır. Misirin paytaxtı Memfis də ola bilər, Teb də ola bilər. Başqa şəhərlər də var. Bəli. Nil çayının sahilidir. Əla şati-in Nil deyir. Oradan çıxart Fələstinə apar. Hara apardı Fələstinə? Elə Əl-Xəlil şəhəri. Əl-Xəlil şəhəri. Yaqubun düz yanında dəfn elədi onu. Yəni peyğəmbərlərin qəbirləri məsələsində bir məntəqədən çıxarılıb başqa yerə köçürülür. Məsələn, Adəm əleyhissalam Məkkədə dəfn olunub. Rivayətdə gəlir ki, Nuh əleyhissalam Adəm əleyhissalamın cənazəsini çıxardır, aparır hara Nəcəfə dəfn edir, Qəri məntəqəsinə dəfn edir. Niyə Nuh bunu eləyir məsələn? Səbəblər nə ola bilər? İki cür ehtimal var. Ya ola bilsin, düşmənlərin ola bilər şey olsun. Hətta elə peyğəmbərlər var ki, rivayət əsasında deyirik. Ola bilər vəsiyyət edib ki, məni dəfn edəndə qəbrimi gizlət. Bəli. Qəbir tamamilə gizlədilir. O da nəyə görə? Düşmənlər bilməsin qəbrin yerini. Məsələn, bu barədə hədis var. İmam Sadiq əleyhissalamdan bir İmam Bağdan gələn bir hədisdə var ki, peyğəmbərlər iki qismə bölünür. Bir qism peyğəmbərlər var, ərəbcəsə deyir, əl-ənbiyə müstəxfin, gizli peyğəmbərlər var, məxfi peyğəmbərlər. Bir də var müstə'linin, elan olunan peyğəmbərlər var. Burada da Kafidə bu hədis var, bir də Əyyaş təfsirində də var. Səfəvilər dövrünün əzəmətli alimlərindən
Molla Salih Mazandarani var. Üsul-i Kafiyə şərh kitabı yazıb. Orada İmam Baqir hədsi necə şərh edir? Hədisdə bu cürdür. Deyir ki, və kənə min beynə Ədəm və Nuh aleyhissalam. Adəmlə Nuhun arasında peyğəmbərlər olub ki, deyir, əl-ənbiya müstəxfin, gizli peyğəmbərlər olub. Sonra ona şərh verir. Bu Mazandarani şərhidir. Niyə gizlidir bunlar? Xavfən min zürriyyəti Qabil. Qabilin zürriyyətindən qorxu var idi. Aydın. Adəm əleyhissalamın bir oğlu Qabil idi, Habili öldürdü. Allah şisi göndərdi. Dünyaya da şis hesab ikinci peyğəmbərdir. Qabil də gedib özə bir padşahlıq qurdu. Bəli. Tarix boyu həmişə zalim hökmdarlarla peyğəmbərlər arasında mübarizə gedibdir. Və elə peyğəmbərlər olub ki, onların adı gizlidir. Məxfidir. Niyə? Peyğəmbərin adı misələ öldürə bilərlər. Məkanını misələ öldürə bilərlər. Məzarını dağıda bilərlər. Məzarını dağıda bilərlər. Ehtiramsızlıq edə bilərlər. Gizli qalır Peyğəmbər. Bunun çox üzr istəyirəm. Təqiyyə söz mənası o deməkdir. Qorxu, yəni ki, mühafizə deməkdir. Bunun tarixdə də çox bariz bir nümunəsi var. Exnaton. Misir fironu var, Exnaton. Çox maraqlıdır ki, Exnaton tək Allahlı olduğuna görə, monoteist olduğuna görə, o dünyasını dəyişdikdən sonra onun bütün o məbədləri, tarixi məlumatları, əlyazmaları, böyük əksəriyyəti o Amon məbəd kahinləri tərəfindən məhv edilir, yəni dağıdılır. Yəni burada tarixi dəlillər də var bundan bağlı ki, həqiqətən də tövhid əhlinə, monoteistlərə çox ciddi təzyiq olub o dövrdə. Politeistlər tərəfindən, paganistlər tərəfindən çox ciddi. Bəli. Bir də Yusuf adının mənası nədir? İosif deyirlər ona. Bəli. Bir lüğətdə var ki, Yusuf sözü, bir də ki, ərəb dili Sami dillər qrupuna daxildir. Yəni Qibti dili Hami dil qrupudur. Ərəb dili Sami dillərdir. Əlaqəsi var bir-birinə. Yəni kök etimologiyada kökü eynidir. Deyir Yusuf sözü, bir ərəbdə belə bir söz var. Əsəfə Yusufu. Hüzün mənasındadır. Məsələn, əsəf təəssüf sözü oradan da, yəni hüzünləmə mənasındadır. Deyir Yusuf əleyhissalam Yaqubdan uzaq düşdü. Yaqub əleyhissalam hüzünləndi. Deyirlər Yusuf sözün mənası Yusif, yəni əsəfə Yusifi kökündən deyirlər ki, Yusif qəmli, hüzünlü mənası verir. İndi bu hansı dillə gəlir? İbrani, Siryani, Sami dilidir, ərəb dilinin onun əlaqəsi var, o dillə kökləndir. Deməli, Yaqub əleyhissalamın övladına bir növ qeyd edir Yusif, yəni şeydir də, hüzünlü, qəmli mənası verir. Hətta Yaqub əleyhissalam ağlamağı var. Gözləri kör olur, hüzünlənir. Yəni əlaqə var Yusuf adı ilə. Yəni adı buna niyə görə verilib? Əlaqəsi var. İndi onun Misirdə adı nə olub? Vallahu ələm. Misirdə başqa bir adı qoya bilərlər. Amma Axinatun adı qoya bilərlər. Nə bilim, başqa bir adı qoya bilərlər. Min dənə ad qoymuş ola bilərlər. Yəni o əmin deyilik ki, bunlardan hansı bu ola bilər. Yəni adlar və bir də tarixi məlumatlar da çox təhrif olunur. Təhrif var, bəli. Dəhşətli dərəcədə təhrif var. Bir də məsələn ateistlər irad tuta bilər ki, deyə bilər peyğəmbərlərin hamısı mifologiyadır. Mif də nağıl deməkdir, əfsanə. Adi ədəbiyyat elmində belə, ədəbiyyat kitablarında, bunun da ədəbiyyat müəllimləri də bilərlər. Nağılları 4 hissəyə bölürlər. Bəli. Sehr nağıllar var ki, sehr Quranda var. Bəli. Tarixi nağıllar var. Heyvanlar aləmi, bir də məişət nağılları. Bəli. Heyvanlarla məişəti çıxaq, quraşdırma da ola bilər. Sehirli nağıllara gəlincə, Quranda Allah sehirdən danışır. Cadügər, məsələn, sehr ərəb sözüdür, cadu fars sözüdür, büyü türk sözüdür. Bəli. Bir-birinə bərabərdir. Sehirbaz, cadügər, büyücü. İndi bu üçü də ərəb, fars, türk mənasında. Quranda bunun ayələri var. Fələq Nas surəsi nəyə görə nazil oldu? Sehir cadu əleyhinə. Musa əleyhissalamın cadügərlərlə, yəni sehirbazla mübarizəsi var. Quranda bu sabitdir. Hətta peyğəmbərlərin özünə belə sehirbaz deyiblər, inkarləmə məqsədilə. Peyğəmbərə yalançı deyən olub, dəli deyən olub, nə bilim, kahin deyən olub və s. Niyə? Qəbul etmək istəmir, inkar edir. İndi bu var şeydə. Tarixi nağıllara gəlincə, məsələn, Şah Abbasın nağılı var. İsfahan küçələrindən söhbət edir. Şah Abbas kimdir? Səfəvi hökmdarıdır, İsfahan küçələri. Bu da nə ilə əlaqəlidir? Bir uşaq da deyək, yatmaq istəyir. Nənəsinə deyir ki, ay nənə, mənə bir nağıl danış. Nağıl ərəb sözdür, nəql deməkdir. Bəli. Necə ki, biz əql sözünə ağıl deyirik, sözü lüğə mənasında. Nəqllər də iki cür ola bilər də. Doğru nəqllər ola bilər, yalançı nəql. Uydurma nəql. Yəni, nənələr deyiblər ki, ay nənə, bir nağıl deyilən, biraz gülməli səcə. Uydurma nəql dediyimiz şeydə
real hadisənin müəyyən dəyişdirilmiş versiyası. Məsələn, nənədə oturur Şah Abbasdan danışır. İndi nənəyə deyən lazımdır ki, Şah Abbas tarixdə olsun, bəli var, Səfəvi hökmdardır. 1600-cü illərdə yaşayıb. İsfahan küçələri Səfəvi dövləti paytaxtıdır. Şah Abbas və üç bacı nağılı var, nə bilir, o qədər nağıllar var ki, deməli nağılların özündə belə daxilində belə bir geyçəklik var. Məsələn, satışda var, məsələn, Azərbaycan nağılları var, məsələn, 5 ciltlik. Bəli. Baxırsan o mündəricata nə yazıblar? Yusif və Züleyxa nağılı. Nənə dindar olub, möminə bir qadın olubdur. Uşağına deyir ki, ay nənə bir nağıl danış. Uşağına nə danışırsa, deyir bala, biri var idi, biri yox idi. Allahdan başqa heç kim yox idi. Bəli. Başlayır Yusuf yəni Züleyxadan danışmaq. Quranda bunun əsası var. Bunun adı qoyurlar nağıl. Bunun adı nağıl. İndi nağılı da yenə deyirəm də, nəql sözün nə tərəfində? Nəqllə də iki cürdür. Doğru nəql var, yalançı nəql var. Bəli. Bu nə mənə deməyə çalışıram? Yəni mifologiya ki deyirlər, mifologiyadır. O mifologiyaların içində, lap Mesopotamiya mifologiyaları, Hindistan mifologiyaları, onların içində belə yalanlar var, amma həqiqət də var. Bəli. Yəni kök itmir. Bu qaçınılmazdır. Həm də bu peyğəmbərlərə deyirlər nağıl. Yəni bu cür nağıl ola bilməzlər. Məsələn, Şumerlərdə eyni nağılı danışır. Yunanda eyni nağılı danışır. İbranilərdə eyni nağılı danışır. Ərəblərdə. Yox, yüngül fərq ola bilər. Amerika yerlilərdə eyni. Mayalıların şeyində var. Necə ola bilər? Amerika yerlilərdə Nohun tufandan danışır. Şumer də danışır. Deməli bu real bir hadisədir ki, bunun üzərində ittifaq eləyiblər də. Hamısı danışıb bununla bağlı. Niyə görüblər bu hadisəni? Ya gələn peyğəmbərlər bu barədə məlumat veriblər, şöhrəti var bunun, məşhurluğu var. Yəni buna nağıl demək biraz özü də çox məncə düşündürücü bir şeydir. Buna nağıl deyən insan özü düşünməlidir. Ərəb dilində nağıl deyirlərsə nəql deməkdir. Ərəb gözü. Yox, nağılı sən əfsanə, mif, yalan mənasında desən, ona dəlillə ehtiyac var. Təbii. Sən o dərinliyə getməlisən. Hardan desən, yaxşı, mən bir nağıl deyirəm, o nağılın filan yeri həqiqətdir. Məsələn, Şah Abbas həqiqətdir. Bəli. İsfahan küçələri həqiqətdir. Qalan yerləri ola bilər ki, indi uydurma da ola bilər, nəql də ola bilər. Belə deyək də, o necə deyirlər, o düyünə ayıtlamaq kimi də. Düyünün içində məsələn yarası atsan bir qırağa, xeylisini götürsən. Eynən. Yəni onların içində belə həqiqət var. İndi sən deyirsən bu nağıldır. Nağıl demək o demək deyil, onu küllən inkar eləməlisən. Təbii. 100%. İçində həqiqət də var. Tarixdə bunun əksi də var da. Məsələn, Zərdüşt ki, bəziləri peyğəmbər deyirlər, farslara gəlmiş peyğəmbər. Yəni ümumiyyətlə bunun müəyyən tarixi göstəriciləri varmı ki, Zərdüşt bir peyğəmbər olub, farslara gəlmiş və yaxud Fars ərazisinə, İran ərazisinə yaxın, məsələn, Hindistan, Çin, bu ərazilərdə peyğəmbər nişanələri varmı ümumiyyətlə? Yəni sizin öz araşdırmanızda görmüsünüzmü belə bir şey? Bir də Zərdüştün adı tarixdə sabitdir. Qədim dünya tarix kitabında o ad çəkilir. Peyğəmbər deyən rivayətlər var. O da hansıdır? Müqəddəs Ərdəbilinin Məcməül Faidə kitabında var. İsmun Nəbiyhim Zərdüşt. Mən söhbətimiz Zərdüşt idi. Hindistanda da bu ehtimaldır. Zərdüşt dəqiqdir. Amma Hindistanla Çinə çatanda... Yəni İslami olaraq Zərdüşt dəqiqdir peyğəmbər olmağa. Zərdüştləri kitab əhli sayanlar var. Alimlər bəzən kitab əhli sayır. Hindistanla Çində ehtimal var. Qəti deyil. O da necə bir ehtimaldır orada? Məsələn, Buddadan söhbət düşür orada. Brahmanizm öz yerində, İbrahim hamısı öz yerində. Bir də Budda bir şəxs var. Buddizm deyirlər. Bu harada gəlir? Budda sözü Hind dilində nurlu şəxs deməkdir. Nurlu. Aydınlanmış. Nurani bir şəxs. Aydınlanmış. Adı deyirlər Siddhartha deyirlər, Gautama deyirlər. Öz adı Siddhartha Gautama. Hind dilində bunun adıdır. Bunun barəsində belə bir rivayət nəql edirlər, məşhurdur. Deyir, əncir ağacının altında oturmuşdu. Orada aydınlandı. Hədisdə əncir keçir. Yox, əncir yox. Tarixi rivayətdə də nəql edilir. Tarixdə babur ağacı yadımdadır mənim əncir. Bodi ağacılar, bu ağacı. Ona deyirlər incir ağacıdır. Türklər də araşdırır onu əncir ağacıdır. Araşdırmada əncir ağacının altında deyir, bu aydınlanırdı. Bu necə aydınlanır? Buna indi nə nazır olur buna? Nə deyir ki, bu aydınlanır? Rəvayət budur ki, 49 gün açsız yoga vəziyyətində qalıb bu cür aydınlanıb. Nəqillər var. İndi bu Buddadır da. O barəsində bir qism alimlər var. Amma yenə də ehtimaldır bu, qəti deyil. Yəni 100% ehtimaldır. Qurani-Kərimdən Tin surəsini gətirirlər. Bismillahirrahmanirrahim. Tin surəsi, əncir deməkdir. Və-tini və-zeytun. Amma ehtimal deyə yenə də amma çox qəşəng bənzətmədir. Amma qəti deməkdir, yəni ehtiyat edir. Çünki hədis tam yoxdur, yəni ehtiyat edir burada. Ehtimal kimi.
Həm də Quranda bir ayə var da, deyir hər bir qövmə bir hidayətçi rəhbər Bəli, göndərir. bəli. Nə bilmiyorlar, bəlkə də Budda da hidayətçi rəhbərdir. Təhrif edirlər onu deyir. Deyir Allah Quranda deyir ki, "Və-tini və-zeytun", and olsun əncirə və zeytuna. "Və-turi sinin", and olsun Turi Sina dağına. "Və-hədəl bələdil əmin", and olsun əmin-amanlıq şəhərinə. Alimlər deyiblər ki, İslam alimləri ki, əmin-amanlıq şəhəri Məkkədir. Məkkədə, aydın. Muhammed Peyğəmbər. Turi Sina dağı Misirdə bir dağdır, məşhurdur. Musa Peyğəmbərə işarədir. Zeytun məsələsi Zeytun dağıdır Qüdsdə. İsa Peyğəmbər işarədir. Əncirdə də yenə deyirik, ehtimal verirlər. Buddaya işarədir. Çox maraqlı yanaşmadır, çox. Amma mən qəti bunu deyə bilmirəm, ehtiyat edirəm. Çünki ola bilər də Allah Yox, təbii, amma məsələn mən bunu 2 dəfə belə deyirlər, uzaq çox rasional gəldi mənə. Uzaq ehtimal deyir. Bu nə məsələn? Hindistan məsələsi budur. Budda məsələsi məlumdur. Bir də Çin mədəniyyətində də yenə bu ehtimaldır. Konfutsi məsələsi var. Çinlilərdə məşhur 5 dənə filosof deyirlər. Konfutsidir, Lao Tsidir, Sun Tsidir və hərb sənəti kitabı müəllifidir. Zhuangzi bir də Mensi var. Bunların sözün hamısı kökündə tisi kəlməsi işlənir. Bu Çin dilidir. Bu tisi də nə deməkdir onların dilində? Filosof. Məsələn, Konfu filosof, yəni Lao filosof addır. Bayaq siz izah da vermişsiniz ki, filosofiya sözü həkim, hikmət mənasında gəlirsə də. Düzdür, yenə də qəti demirik. Qəti demirik. Ehtimal var burada. Bəlkə də peyğəmbərdirlər. Bəlkə də peyğəmbər deyirlər. Hikmət sahibi ola da bilər, olmaya da bilər məsələsi. Amma sözün lüğəvi mənasına diqqət edək. Muhammed Peyğəmbərdən sallallahu aleyhi və səlləm məşhur bir hədis var. Mizanul Hikmətdədir bu hədis. Deyir, "Kədəl həkim ən yəkuna nəbiyyən." Hikmət sahibi olan şəxs, həkim, peyğəmbərliyə yaxın bir dərəcədədir. Diqqət edin, yaxın deyir, demir peyğəmbərdir. Məsələn, Loğman həkimdən sual verəndə peyğəmbərə, Muhammed Peyğəmbərə sallallahu aleyhi və aleyhi, çünki Quranda bunun surəsi də var mənim məsələn, ona sual verirlər, deyir ki, and içir. And olsun ki, o peyğəmbər deyildi, deyir. Amma peyğəmbərə yaxın bir səviyyədə idi. İndi bayaq dedi ya, Aristotelin ustadlarının ustadı gəlir söykənir Loğman İslam'a, peyğəmbər olmayıb. Amma peyğəmbərə yaxın səviyyədə olub, hikmət sahibi olub. İndi bunda belə bir şey varsa, ehtimal ola bilər ki, yenə deyir, qəti deyil bu. Bəlkə Konfutsi də həm onu hikmət sahiblərindən biri olub. Hətta onun kitabları da var deyirlər. Və yaxud onlar ola bilərmi ki, Çinə gəlmiş bir peyğəmbərdən bəhrələnə bilər? O da ola bilər. Bəhrələnə də bilər, götürə də bilər. Bir də bir nəzər edeyim sizə. İmam Sadiq əleyhissalamın bir tələbəsi var, Hişam ibn Həkəm. Çox güclü alim olub, əqaiddə, mütəkəllimdirlər, çox böyük bir alim, özü möhtərəm bir sahabə sayılır. Onun bir dənə kitabı var, tarixdə qeyd edirlər. Ricalun Nəcaşi kitabındadır. Rical biblioqrafiya kitabı edirlər ki, deyir, onun Aristotelə rəddiyə kitabı var. Bu nəyə göstərir? Hikmət elminin kökü Loğmandan gəlir əleyhissalam. Amma sonrakı dövrlərdə təhrifatlar baş verir. Tarixdə elə şeylər olmuş ki, axırı təhrif olunmasın. Bir dənə yeganə kitab Qurani Kərimdir ki, təhrifsiz qalıb. Qalan nə kitablar var? Məsələn, müqəddəs kitablar ki var, təhrifata uğrayıbdır. Konfutsinin kitabları da məncə təhrifata uğrayacaq. Buddanın Vedaları da təhrifata uğrayacaq. İndi bu ki, hikmət elminin köküdür, Loğman İslam'a söykənir. Məntiq elmi dillər, fəlsəfə dillər. Bunun özünə problem yoxdur. Sonrakı dövrlərdə bəli, təhrifat mümkündür. Rivayətləri təhrif edir. Hətta alim yazıb ki, rəddiyə kitabı var. Aristotelə bəzi müddəalarda rəddiyə verir. Məsələn, deyir ki, mən Aristotelin bu fikrini qəbul edirəm. Təbii. Falan şey qəbul edirəm. Nəzərlər var, qeyd edilir. Eynən. İmam bəy, çox maraqlı müzakirə oldu, çox maraqlı mövzu oldu həqiqətən. Mən təşəkkür edirəm sizə bu maraqlı mövzuya görə. Mən inanıram ki, bizi izləyən insanlar da bu mövzudan çox maraqlı nüanslar qazandılar. Mən arxeoloq deyiləm də, yəni. Arxeoloq deyiləm nə mənada? Arxeoloqların işi nədir? Qazıntını araşdırmaq. Bəli. Mən də bir ərəbşünas kimi, bir də mənbələri, bir etimoloq da deyək də, sözün mənşəyin kökünü araşdıran kimi mən əlimdən gələni elədim. Təbii. Yəni 124 min Peyğəmbər əleyhissalamın müdafiəsində bütün gücümü səfərbər elədim. İndi burada sonrakı mərhələ artıq tarixçilərin, arxeoloqların, dinşünas alimlərin araşdırmasına qalır. Yəni mənim dediyim nədir? Elə mən bir cığır açıram, bir yol açıram.
o yolun davamını da izləyicilər, alimlər davam etdirməlidirlər. İnşallah ki, izləyicilərimiz bu mövzudan çox maraqlı, belə deyək də, töhfələr götürdülər özlərinə. Əziz dostlar, əslində olan layihəsinin növbəti proqramında biz danışdıq peyğəmbərlərdən və tarixdən. Ümid edirik ki, sizlər üçün çox yeni və üfüqünüzü genişləndirəcək məlumatlar sizlərə qazandıra bildik.